Şəxsi istifadə üçün ideal şəkildə təmir olunmuş, hal-hazırda bu günə görə 1 manat belə xərc tələb etməyən belə bir gözəl, qanuni 3 otaqdan ibarət Leningrad proyektli mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Bir daha qeyd edirəm, şəxsi istifadə üçün sıfırdan təmir olunmuş belə bir gözəl 3 otaqdan ibarət Leningrad proyektli mənzilimiz çıxdı satışa. Qonaq otağını görürsünüz. Döşəmə, parket, bahalı divar kağızları, tavan alçıpanla işlənib. İndi isə davam edək mənzilin digər hissələri ilə. Mənzilimiz qismən əşyalı satılır. Yəni qonaq otağında gördüyümüz əşyalar hər biri götürüləcək. Digər otaqlarda isə əşyalar haqqında məlumat verəcəm. Bu hissədə yerləşir mənzilimizin əsas giriş qapısı. Bina 9 mərtəbədən ibarətdir. Mənzil 4-cü mərtəbədə yerləşir. Proyekt üzrə qanuni 3 otaq yel çəkən mənzildir. Sağda gördüyümüz qarderobni şkaf qalacaq. Soldan birinci yataq otağımızdır. Bu yataq otağından çıxacaq gördüyümüz 2 yataq. Digər bütün əşyalar hər biri qalacaq. Bir daha qeyd edirəm, ideal şəkildə təmir olunmuş. Bu günə görə 1 manat belə xərc tələb etməyən mənzil təqdim edirəm sizlərə. Burada isə yerləşir mənzilimizin ikinci yataq otağı. Bu yataq otağında gördüyümüz əşyalar hər biri qalır. Bu yataq otağından çıxırıq eyvana. Mənzilimizin hər iki istiqamətdə eyvanı var. Bu birinci eyvanımız qapalı şəkildə, səliqəli şəkildə. Davam edirik digər hissələrlə. Kupçalı mənzildir, kupça hazır əldədir və dövlət ipotekasına tam yararlıdır. Qanuni 3 otaq yel çəkən. Davam edirik mənzilin sanitar qovşaqları ilə. Ayrı-ayrılıqdadır sanitar qovşağı və hamam otağı. Bu hissədə yerləşir səliqəli, gözəl hamam otağı. Burada isə mənzilimizin mətbəxidir. Mətbəximizdən yalnız qab yuyan maşın çıxacaq, digər gördüyümüz bütün əşyalar qalacaq. Geniş mətbəxi var, stol-stul qoyulub rahatlıqla istifadə olunur. Bu hissədə eyvan hissəsidir. Mətbəxdən eyvana çıxışdır. Bu hissədə də kombi quraşdırılıb. Təbii ki, mənzilin istilik sistemi kombi sistemdir. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Nömrələrlə əlaqə saxlaya bilərsiniz. Satışda əmlakınız varsa buyurub bizə müraciət edə bilərsiniz.